vardı, biri yoxdu. Uzaq məmləkətlərin birində Əlibaba adlı bir odunçu vardı. Düzdür, Əlibaba arvadı ilə çox kasıb yaşayırdı. O hər gün atına minib meşəyə gedirdi. Əlibaba zəhməti çox sevirdi. Hər gün meşədən odun yığar, həmin odunu aparıb bazarda satardı. Əldə elədiyi pulla da ərzaq alıb evə gətirərdi. Beləcə ailə bir qarnı ac, bir qarnı tox yaşayardı. Əlibaba dolanışığından narazı değildi. Həmişə də şükür edərdi. Günlərin bir günü Əlibaba yenə də meşədə odun yığırdı. Elə bu zaman bir dəstə adam göründü. Adamlar elə qorxunc idilər ki, Əlibabanın ürəyinə damdı ki, bu gələnlər yaxşı adama oxşamır. Nəsə bunlardan heç gözüm su içmir. Əlibaba onları sayıb gördü ki, nə az, nə çox, düz 40 nəfərdilər. İlahi, yaxşı ötüşdün. Bunlar ki 40 quldurdular. Əlibaba qorxudan cınqırını da çıxara bilmirdi. Quldurların başçısı qayaya yaxınlaşıb kobud səslə qışqırdı. Açıl, simsim, açıl. Bu vaxt qayanın daşı silkələndi, yerindən qopub aralandı və darvaza kimi açıldı. Elə ki qapı açıldı, qayanın içərisində böyük bir mağara göründü. İndiyə nə qədər mən bunları burada niyə görməmişəm? Simsim, qapını bağla. Sehirli sözlərdən dərhal sonra qayanın qapısı bağlandı. Əlibaba ətrafa nəzər saldı. Sağa baxdı, sola baxdı. Sonra ehmalca gizləndiyi yerdən çıxıb mağaranın qabağına gəldi və dedi: Simsim, açıl! Elə bu sözləri demişdi ki, qaya daşı tərpəndi və mağara göründü. Əlibaba əvvəlcə ehtiyatla mağaraya boylandı. Sonra asta-asta içəri daxil oldu. İlahi, burada nələr var? Torba-torba pullar, qızıllar, gümüşlər, ləl-cəvahirlər, daş-qaş, saymaqla bitməyən zinət əşyaları var. Beləliklə, Əlibaba 3 çuval qızıl və vaxt itirmədən mağaradan çıxdı. Əlibaba çuvalları atına yüklədi və dərhal meşəni tərk elədi.
Əli baba evə çatar-çatmaz qızılları arvadı Zeynəbə göstərib dedi: Zeynəb, bu qızıllara bax. Bugündən artıq biz kasıb deyilik Zeynəb. Zeynəb qızılları görəndə qorxdu. Elə bildi ki, Əli baba kimisə soyub. Mənə düzün de. Bu qızıllar sənə hardandır? Mən meşədə odun yığırdım. Bir də gördüm, bir dəstə quldur. Əli baba mağarada gördüklərini bir-bir olduğu kimi Zeynəbə danışdı. Zeynəb də ona diqqətlə qulaq asdı. Zeynəb Əli babaya inanırdı. Ona görə artıq sual vermədi. Başa düşdü ki, Əli babanın söylədiklərində həqiqət var. Deyirəm ki, Hə, nəsə olsaydı qızılları çəkərdik, hə? yox. Əvvəlcə biz bir çala qazmalıyıq. Bu qızılları orada gizlətməliyik. Hə, düz deyirsən. Gör nə deyirəm. Sən get çalanı qaz. Mən də gedim Qasımgildən tərəzi gətirim qızılları çəkək, hə? De onda tez ol, tez ol. Qasım Əli babanın böyük qardaşı idi. Qasım tacir olsa da çox acgöz və paxıl idi. Paxıllıqda ona heç kəs çatanmazdı. Amma bu Qasımın yeganə pis cəhəti deyildi. Qasım həyatı boyu heç kəsə kömək eləməz, çörək verməzdi. Qapısına gələni əliboş qaytarardı. Hətta bəzən acılayardı da. Qasım heç qardaşı Əlibabaya da əl tutmazdı. Evdə Əlibaba Zeynəbə möhkəm tapşırmışdı. Salam Qasım qardaş. Salam. Qasım qardaş, tərəzinizi verə bilərsiniz? Tərəzi? Nə tərəzi? Kasıb adamsınız. Nə alırsınız, nə satırsınız? Bazarda deyiblər ki, bundan sonra odunu tərəzi ilə, yəni çəki ilə alacaqlar. Ona görə də Əli babaya tərəzi lazımdır. Yaxşı. Qasım heç kəsə inanan adam deyil. Öz bildiyini eləyərdi. Elə bu məqamda Zeynəbə də inanmadı. Buna görə də tərəzinin altına biraz bal sürtdü. Əlbaba ilə Zeynəb qızılları həmin tərəzidə çəkdilər. Əlbaba da çəkdikləri qızılları çalada gizlətdi. Üstünü də torpaqla, samanla möhkəm örtdü. Bütün qızılları çəkəndən sonra Zeynəb tərəzini Qasıma qaytardı. Qasım tərəzini alan kimi o dəqiqə altına baxdı. Tərəzinin altına sürtdüyü bala yapışmış qızılı görən Qasımın gözləri bərələdi. Səhər açılan kimi Qasım Əlibabanın evinə getdi. Tərəzinin altına yapışmış qızılı göstərib qışqırdı. Bura bax Əli baba. Sən kasıb adam. Bu qızılları hardan almısan? Qardaşım, qızıl nədir? Məndə qızıl nə gəzir? Mən kasıb adamam. Əlbaba qardaşına tapşırdı ki, bu sirri heç kimə deməsin. Özü də bütün olanları qardaşına nəql elədi. Qasım bunu eşidən kimi keçdi hədə qorxuya. Əgər qızılların yerini mənə deməsən, səndən quldurlara şikayət eləyəcəm.
Əli Baba Qasıma mağaranın yerini göstərdi. Qasım, xəzinə bax bu qayanın içində yerləşir. Amma burada çox dayanmaq olmaz. Quldurlar hər an gələ bilərlər. Yaxşı, gəl gedək. Qasım mağaranın yerini öyrənən kimi evə Əli Baba ilə bir yerdə qayıtdı. Amma Qasıma görə vəziyyət son dərəcə ciddi idi. Qasımın fikri mağarada qalmışdı. Ona görə də nəfsini saxlaya bilmədi. Evə gələn kimi 2 at götürüb yenidən mağaraya qayıtdı. Bəli, Qasım mağaraya qayıtdı və Əli Babanın ona dediyi o sehirli sözləri söylədi. Açıl. Sim, sim. Açıl. Azgöz Qasım mağaranın içində gördüklərinə inana bilmirdi. Par parıldayan qızıllar Qasımın gözlərini qamaşdırdı. Hardan başlayacağını bilmirdi. Harda olduğunu belə artıq unutmuşdu. Amma mağara bağlı idi. Sehirli sözlər isə Qasımın yadından çıxmışdı. İlahi, buna bəlaydı mən düşdüm. Açıl qızıl, açıl. Açıl qaya, açıl. Açıl gümüş, açıl. Qasım ağlına gələn sözləri uydururdu. Artıq quldurlar da mağaraya gəlmişdilər. Mağara açılan kimi quldurlar Qasımı elə orada yaxalayıb payını verdilər. Ha, de görüm sen kimsen? Demeli kızılları boğuyormuş. Axşam düşdü. Qasımın arvadı Fatma bərk nigaran idi. Neyniyəcəyini bilmirdi. Əli Babanın evinə qaçıb kömək istədi. Qasımdan xəbər yoxdur. Heç bilmirəm başıma nə çarə qılım. Əli Baba başa düşdü ki, Qasım mağaraya gedib. Əli Baba Qasımı axtarmaq üçün mağaraya getdi. Vay vay vay. Quldurlar Qasımı tutub öldürüblər. Yazıq qardaşım. Yazıq qardaşım. Əli Babanın olanları Fatmaya danışmaqdan başqa çarəsi qalmadı. Amma Fatmaya bərk-bərk tapşırdı ki, bunu heç kimə deməsin. Belə də oldu. Fatma ağzını bütöv saxladı. Bir müddətdən sonra isə Əli Baba ilə Zeynəb Qasımgilə köçdülər. Qasımın dükanını böyütdülər. Bütün işlərini gördülər. Fatma da, onlar da daha da varlandı. Quldurbaşı gördü ki, nə qədər çapıb talasalar da, mağaradakı qızılların sayı azalır. Ona görə də quldurlardan birini şəhərə göndərib belə bir tapşırıq verdi. Gedin şehre, öğrenin görün kim çok paralanır. Şəhərə gələn quldur bazarda hamıya göz qoyuldu. Quldur gördü ki, Əli Baba hər dəfə alış-veriş eləyəndə pul vermək əvəzinə bir qızıl xırdalayır. Bu, quldurun gözündən yayınmadı. Əli Baba bazardan çıxan kimi quldur da eləmə tənbəllik onun arxasınca düşdü.
Əlibaba evinə girən kimi quldur kömürlə həmin qapıya işarə qoydu. Hava qaralanda Qasımın arvadı Fatma tövləyə getmişdi ki, heyvanlara yem, su versin. Qaydanda kömürlə qoyulmuş işarəni gördü və təşvişə düşdü. Ürəyinə damdı ki, pis nəsə olacaq. Ona görə də bir parça kömür götürüb küçədəki bütün qapıları işarələdi. Səhər bütün quldurlar Əlibabagilin yaşadıkları küçəyə gəldilər. Amma qapılarda eyni işarənin olduğunu görüb çarəsiz geri döndülər. Quldurbaşı yenə də sakitləşmədi. O qızılları oğurlayan adamın mütləq tapacağına söz vermişdi. Buna görə də paltarlarını dəyişdirdi ki, onu tanıyan olmasın. Sonra da bazarda dolaşdı ki, düşmənini axtarıb tapsın. O nəhayət ki, اكتب الخداع المصرية في الجرائد اليومية. سجل سجل. Quldurbaşı Əlibabanı evinə kimi izlədi. Əlibaba içəri girəndən sonra qapını döydü. Əlibaba qapını açdı. Əssalamun əleyküm. Əssalamu aleyküm. Mən uzaq bir məmləkətdən gəlmişəm. Özümlə çoxlu zeytun yağı gətirmişəm. Mənə dedilər ki, bu məmləkətdə bu yağı alsa, ancaq Əlibaba ala bilər. Əlibaba onu tanımadı. Söylədiklərinə də inandı. Hələ bir quldurbaşı şam eləyəndə Qasımın çox bilmiş arvadı Fatma ambara girdi ki, Əlibabanın aldığı zeytun yağını yoxlasın. Birdən o küplərdən birindən səs eşitdi. Küpdən çıxaq, nə deyirsən, hə? Gözlə, tələsmə, hələ tezdir. Fatma bütün bunların dəli olduğunu başa düşdü. O tək başına bütün küpləri yumbalayıb dənizə atdı. Elə birazdan quldurbaşı ambara girdi, quldurlara desin ki, çıxmaq vaxtıdır. Amma küplərin olmadığını görəndə təəccübləndi. Küpü, quldurlarının harda olduğunu soruşdu. Bəli, quldurbaşı hər şeyi başa düşmüşdü. Buna görə də vaxt itirmədən üz qoydu qaçmağa. Deyilənə görə bir də onu bu şəhərdə görən olmadı. Küplərdə adamlar var idi, onlar. Bəli, ertəsi gün Fatma olanları Əlibabaya danışdı.
Bundan sonra Əli Baba da, onun külfəti də, elə şəhər cəmaatı da qorxusuz, xoşbəxt yaşadılar.